Tibbi sığortada həkim fərqi ödənilməlidirmi? Son illər tibbi sığortanın əhatə dairəsi genişlənsə də, ən çox mübahisə yaradan hallardan biri həkim fərqi anlayışıdır. Vətəndaş tibbi sığortalı olduğu halda niyə əlavə ödəniş etməlidir? Bu ödəniş qanunidirmi? Bu suala tibbi vəkil mövqeyindən aydınlıq gətirmək istəyirəm. Həkim fərqi pasiyentdən əlavə olaraq tələb edilən ödənişdir. Əksər hallarda bu ödəniş daha təcrübəli və ya tanınmış həkimin seçilməsi ilə əsaslandırılır. Bəs könüllü və icbari tibbi sığortada bunlar keçərlidirmi? Vətəndaşlar könüllü tibbi sığorta müqaviləsi bağlayarkən həkim fərqinin orada olub-olunmasına diqqət etməlidirlər. Əgər həkim fərqi şərti orada mövcuddursa, konkret məbləğin müqavilədə göstərilməsini tələb edə bilərlər. İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərən özəl tibb müəssisələri isə həkim seçimini vətəndaşlara ödənişsiz təqdim etməlidirlər. Bu, onların müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikdir. Lakin onlar düzgün hüquqi yanaşmanı tətbiq etməklə müəyyən həkimləri üçün həkim fərqini tətbiq edə bilərlər. Bunun üçün iki şərtin olması vacibdir. Həmin şərtləri həkimlərimiz üçün rəsmiləşdirə bilərik. Digər hallar, o cümlədən pasiyentlərdən qeyri-rəsmi ödənişlərin alınması tibb müəssisələri və həkimlər üçün hüquqi məsuliyyət yaradır. Gəlin tibbi mübahisələrinizin həllində birgə addımlayaq. Tibbi mübahisələr üzrə ixtisaslaşmış vəkil Tural Musayev.